Məsələn, biz bəzən yorğun oluruq, düzdür, hamımız. Bəzən olur ki, namazı halsız qılırıq. Yəqin ki, olur da hamıda olur. Yorğun, arğın oluruq, halımız olmur namaz qılmağa. Bir qədər indi bəzən olanda təbiidir də, indi bir gün görsən, məsələn, adam çox yorulur, namazı halsız durur, qılır. Amma deyir, insan buna adət eləsə, namazlarını tez-tez halsız qılarsa, bu artıq münafiqlikdir. Münafiqlər haqqında Allah buyurur ki, innəl münafiqin yuxadi'unəllah və huvə xadi'uhum. Onlar deyir, Allah aldatmaq istəyir münafiqlər. Allah aldatmaq istəyir və əslində Allah elə elir ki, onlar özlərini aldadırlar. Münafiq elə bilir zirəydir, özünü alladır, elə bilir Allahı alladır. Sözün mənası budur. Sonra deyir, kimdir bu münafiqlər? Münafiq yəni hansı xüsusiyyətə sahibdir? Münafiqlər necə tanınır? Buyurur ki, və izə qamu iləs-salah, qamu kusala. Deyir, namaza yaxınlaşanda, namaza duranda, belə deyək də, halsız dayanarlar. İndi hər dəfə bir nəfər bir dəfə halsız namaz qıldısa münafiq deyil. Amma daimi hal olur. Bəzi adam var, 2 rükət namaz qılanda canı çıxır. Bu davamlı olarsa bu təhlükəlidir. Davamlı olarsa, məsələn, namaz qılanda hər dəfə halsızlıq var, hər dəfə belə yaxşı halla ibadətə dayanmırsa, bu artıq təhlükəli haldır insan üçün. Buna görə adam həyəcan təbili çalsın. Allaha desin ki, ilahi, bu nə namazdır mən qılıram? Hər dəfə namazı halsız qılıram.